Salam aleykum. Biz bugün Herbaflora firmasının ekstraksiya sexindəyik. Ekstraksiya sexi deyəndə nə nəzərdə tutulur? Bax, bu gördüyünüz bu sex balacadan, belə deyərdim ki, böyüyə qədər burada bitki dəmləmə qazanlarıdır. Və bu bitki dəmləmə qazanları bax, bu əlimdə gördüyümüz monitordan idarə olunur. Demək olar ki, əl dəyilmir. Bütün texniki göstəricilərin hamısına monitordan əlavə olunur. Mən bunları bir-bir göstərəcəm inşallah. Və tam avtomatlaşdırılıbdır. Hər bir qazan bir tərəzinin üstündə oturub və bu tərəzi burada nəzarətdə görsənilir. Və bu tərəzi burada kompüterdən idarə olunur. Yəni, məsələn, tutalım ki, biz bura yüklədik 50 litr dəmləmə və ekstraksiya gedir. Məsələn, 40 litr qalanda keçir bu qazana, 30 litr qalanda keçir bu qazana. Daha doğrusu o başdan bu başa gəlir. Ən axırıncı kiçik qazanlara qədər gəlir satır. Yəni, ekstraksiya birinci böyük qazanda dəmlənir. Elə bilin ki, biz çaydanda, böyük bir çaydanda çay dəmlədik. Sonra balaca bunu suyunu qova-qova qatılaşdırdıq. Axırda tam çaynik səviyyəsinə qədər gətirdik, çıxartdıq. Bunun ən bariz nümunəsi bildiyimiz evdə bəkməzin hazırlanması, doşab hazırlanması. Yəni, doşab əvvəlcə sulu olur, sonra yavaş-yavaş suyunu qovduqca qatılaşır və qatılaşma müəyyən səviyyə çatandan sonra da saxlanılır. Niyə? Çünki o səviyyədə artıq bəkməz xarab olmur. Burada da həmin proses gedir, amma burada bir üstünlük ondan ibarətdir ki, bildiyimiz evdə bəkməz hazırlananda bəkməzə biz 100 dərəcədən çox temperatur verməliyik ki, qaynama başlasın və bu 100 dərəcədən çox temperatur verəndə artıq bunun tərkibində antioksidantlar və vitaminlər parçalanır. Amma burada elə bir proses getmir. Burada bu qazanların hamısının köynəkləri var. Yəni, biz temperaturu bu köynəkdən veririk, yəni üst köynəyindən veririk, buxar veririk və içinin havasını alırıq. İçinin havasını da öbürsü qazanlarda, bax, bu şlanklar vasitəsilə içinin havası alınır. Yəni, burada vakuum şərait yaradılır və vakuum şəraitdə artıq qaynama temperaturunu biz salırıq aşağıya. 60 dərəcəyə, 65 dərəcəyə qədər biz sala bilirik qaynama temperaturunu. Yəni, normal dəmləməmiz artıq 100 dərəcə, 120 dərəcədə yox, 60 dərəcədə başlayır qaynamağa və sonuçda nə olur? Sonuçda artıq həmin dəmləmənin antioksidant və vitamin özəlliyi parçalanmır. Yerində olduğu kimi qalır. Deməli, biz bu balaca qazanlardan başlayırıq, gəlirik. Burada artıq proses gedir. Bu qazanda artıq qarışdırılma prosesi gedir. Yaxından çəkə bilərsən bunu. Burada bir qarışdırılma prosesi gedir. Sonra burada qarışdırılma prosesi gedir. Bunu da çəkə bilərsən. Sonra, bax, burada gördüyümüz bu ekstraksiya sexinin özündə də belə avtomatlaşdırılıbdır. Yəni, ağır bir şeyləri heç kim əli ilə götürmür, ora daşımır, bura daşımır. Bax, məsələn, burada, bunu bir dəfə işlət bir baxaq. Bax, qaldırılır, bir dənə yaxındanca, içində məhsul var, bəsdir. Yəni, qaldırılır, ürəyin istədilən yerə aparılır. Eyni zamanda bu qazanların hamısının bir-birinin avtomatik əlaqəsi var. Məsələn, vakuumdan biz bu qazandakı olan məhsulu buna göndərə bilərik, bundan buna göndərə bilərik. Burada proses dediyim kimi yuxarıdan aşağı gəlir. Çünki böyük dəmləmə qazanlarında, bax, bu dəmləmə qazanlarında dəmlənilir və ekstraksiya olunur. Ekstraksiya get-gedə balacalaşır. Çünki əvvəlcə tökdüyümüz, məsələn, bu 3 tona yaxın bura məhsul gedir. Artıq 3 tonluq məhsul ekstraksiya getdikdən sonra 1 tona 500 kilolitrə qədər qatılaşır və kiçik qazanlarda proses başlayır getməyə. Bax, bunların hamısı artıq ekstraksiya qazanlardır. Bunların hər birində bitki dəmlənilir və dəmləmələr burada qatılaşdırılır. Bax, dəmləmə qazanlarımız bunlardır. Burada dəmləmə qazanlarıdır və bundan sonra qatılaşma üçün verilir, bax, bura. Bütün işlərə isə, proseslərə isə bax, buradan monitordan nəzarət olunur. Bir dənə yaxınlaşaq, bir dənə. Bax, bizim əlimizdə idarə edici pultdur və buradan vakuum qazanlarına girdik. Bax, bu hər bir qazanın burada artıq sənin nəzarətindədir. Və hər bir qazana nə qədər kütlə verilib və hər bir qazan nə qədər ekstraksiya gedir, sənin nəzarətindədir. Bax, məsələn, birinə giririk, hansısa birinə girdik. Bax, gördünüz mü? Bax, bu bir qazan 1-ə. Qazan 1-in idarə etmə monitorudur. Bax, buradan artıq biz
çəkisi 52 kiloqram, təzyiq yoxdur burada. Təzyiq yəni qovma təzyiqidir. Buna nə qədər təzyiq vermək lazımdır. Artıq buna nə qədər təzyiq verilməlidir. Biz onu qazandan nəsə ventilyasiya bağlamaya ehtiyac yoxdur. Sadəcə olaraq, sırf olaraq buradan monitor vasitəsilə verə bilirik. Bax, temperatur 37 dərəcə. Yəni o demək ki, burada proses getmir. Proses getsə, əgər temperaturu da buradan verə bilirik. Və temperaturun müddəti hansı dərəcəyə qədər? Məsələn, tutalım bizə lazımdır ki, 4 saat müddətinə biz bura verək 60 dərəcə, 120 dərəcə temperatur veririk. Buradan verə bilirik. Rahatlıqla buradan verə bilirik. Yəni hər bir dediyim kimi qazana buradan nəzarət eləyə bilirik. Girək başqa bir qazana. Məsələn, şərbət qazanları. Bax, şərbət qazanları. 3 dənə bizim şərbət qazanları var. Siroplarımız yəni burada hazırlanır. Bunun hər hansı birinə girdik. Bax bu. Aha. Yenə də həmin qazanın bütün texniki göstəriciləri artıq buradadır. Su nə qədər verilməlidir, vaxt nə qədər qoyulmalıdır, temperatur nə qədər qoyulmalıdır. Mən bunları göstərməkdə məqsədim odur ki, yəni bunlar hamısı bir ağılın, bir düşüncənin, bir intellektin sonuçlarıdır ki, bura qədər biz bunu gətirib çatdırmışıq, əlhamdülillah. Yəni, insanlarımız herboflora məhsulunu istifadə eləyəndə elə düşünməsinlər ki, bu Azərbaycanda bir primitiv bir sexdə hazırlanan bir məhsuldur. Xeyr, hər şey tam avtomatlaşdırılıb, tam nəzarət altında olur. İndi bizim gələcəkdə laboratoriyalarda bir-bir göstərəcəyik. Buradan çıxan məhsullarımızın ilkin olaraq laborator nəticələrinə baxırıq və laborator nəticələr tam bizim özümüz tərəfindən bəyan edildikdən sonra Ümumi Səhiyyə Nazirliyində sənədləşdirilmədən keçdikdən sonra artıq satışa verilir. Yəni biz işlərimizi haqqını verə-verə işləyirik. Bir daha bunu deməkdə məqsədim odur ki, bizim alıcılarımız, yəni apteklərdən olan bizim alıcılarımız rahatlıqla bizim məhsulları alıb istifadə edə bilərlər inşallah. Hə, deməli, yuxarı platformadaydıq. Platformadan indi düşdük aşağıya. O platformada gedən proseslər ki var, hansı proseslər ki qatılaşma getdi, bizim axırda son məhsul əmələ gəldi və bu son məhsul axırda gəlir, bax bu qazana tökülür və bu qazandan artıq idarə etməyə gedir. Yəni doluma gedir, depo kimi istifadə olunur, doluma, əsasən doluma gedir. Yəni buradan artıq son məhsul kimi doluma gedir və yenisi də artıq hazırlananda yenə də bunun içərisi vakuum şəraitində yuyulur, təmizlənir və yenə buradan istifadə olunur. Son məhsul anbarı kimi bundan istifadə olunur. Sağ olun.